Hörmətli izləyicilərimiz, otaqların ölçülərinə görə, həyətyanı sahəsinə görə, yerləşdiyi yerə görə başqa evlərdən fərqlənən maraqlı bir ev çəkib təqdim edirəm. Bura bilirsiniz haradır, dəyərli izləyicilər? Masazır qəsəbəsində, baxın, Zəngilan şəhərciyinin yanında. Allahın köməyi ilə bir gün, baxın, orada qurtuluşdur. Burayla ora arasında yol olacaq. Düzdür, orada yol var, amma hələ ki, insanların özü üçün yaratdığı rəsmi yol deyil, yəni ki. Amma Qurtuluş 93-ün tam yaxınlığında, Zəngilan şəhərciyinin yaxınlığında, Rahat Nəfəs Yaşayış kompleksinin yanında, Duz gölünün tam yaxınlığında sizə 2 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Bu 2 otaq digər 2 otaqlardan fərqlənir. Deməli, kəməri, fundament hamısı qaydasındadır. Həyətyan sahəsinə baxın. Rahat şəkildə bir avtomobil daxil olur. Kürsülü evdir. Qazı, suyu, işığı çəkilib. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemi. Sayğaclarına qədər qoyulub. Üstü paket krişadır, dəmirdəndir, yanan material deyil. Orada zirzəmisi, orada kombi xəttlərinə qədər çəkilib. Dəyərli izləyicilər, Masazır qəsəbəsində A5 məscidində, sayın boğuldum. Deməli, A5 məscidində aksesuarlar bu qardaş tərəfindən Allahın köməyindən hədiyyə olunacaq. Elektrik işi, santexnik işi hamısı qaydasındadır. Satışda olan ən geniş 2 otaqlardan biridir. Təmirdə gördüyünüz kimi. Baxın, bu genişlikdə mətbəxi olan ikinci bir ev yoxdur satışda. Hörmətli izləyicilərimiz, marşrut dayanacağından 100-150 metrlik məsafədə kombi xəttləri, radiator xəttləri bütün otaqlarda, hətta dəhlizdə də çəkilib. Belə, kimə bu ev maraqlıdırsa zəng eləsin, evin qiyməti, bağışlayın, gecikdirdim, evin qiyməti 48.000 manata təşrif olunur, sənədi torpağın çıxarışıdır, təyinatı kənd təsərrüfatıdır. TV xəttinə qədər çəkilib. Sağ olun, salamat qalın.